Ultrasəs müayinədə dalaq kistası aşkarlanır və sən təcili cərrah axtarırsansa, tələsmə. Kiçik ölçülü dalaq kistalarında müdaxilə lazım deyil. Sadəcə kontrolda saxlanılır. Giqant ölçülü dalaq kistaları isə, məsələn 10 sm-dən böyük ölçüdə olanlar isə müdaxilə tələb edir. Dalaq kistalarının növlərinə də fikir vermək lazımdır. Dalaq kistalarının 3 növü vardır. Birinci həqiqi kistalardır. Bunlar anadan gəlmə olur. İkinci yalançı kistalardır. Bunlar travma nəticəsində əmələ gəlir. Üçüncü isə parazitar kistalardır. Yəni, xüsusi parazitlər ən çox da exinokok tərəfindən törədilir. Parazitar kistlərdə əgər kiçik ölçülü olsa belə yenə siz müalicə olunmalısınız. Digər kistlərdə isə kiçik ölçülülər nəzarətdə saxlanılır. Giqant ölçülülər isə müdaxilə tələb edir. Ən radikal müdaxilə üsulu isə əlbəttə ki, kistin cərrahi yolla çıxarılmasıdır. Amma burada perkutan drenlərin qoyulmasından da istifadə olunur. Sadəcə nəzərə almaq lazımdır ki, perkutan qoyulan drenlərdə dalaq kistası sonradan təkrarlana bilər.